Hazırdır. Burada məndə 250 qram yağdır. Bir banka kuşonka. Kroşkasını hazırladım. Bu pudradır. Şeker kirşanıdır. Bunu karıştırırıq ki kroşkamız tatlı olsun. Bunlar da ki belə qəşəng rəngdə pişirlər. Şu hazırla, indi yığacağım. Belə nazik olanda da birləşdirir 3 dənə də eləyirik belə. O da qəşəng olur. Olur ki birdən biri nazik çıxır da. O yaymaqdan asılır da. Belə yağlayırıq. Kremləyirik. Kroşkalayırıq. Olur vысокий Napoleon. Belə. Belə yarımçıqları da kəsmişəm. Yarımçıqlar belə. Onları da istifadə edirəm. Belə üstünə qoyuram. Belə yağlayıram. Belə kremləyirik. Hər tərəfli. Belə. Hazırdır pirojamız. Belə içinə kroşkalayırıq. Bolluca. Baxın, görürsünüz, heç görsənmir ki, burada yarımçıqdır. Zato pirojnadır. Şu, şeker kirşan var üzerine. Böyle qəşəng hazırlayım. Reseptlə bölüşmüşəm. Napolyon tortunun xəmiri reseptidir. Belə qəşəng. Nuşu candan yer.